biz eyni ilə ıqqı və ımmı kökünün birləşməsindən ıqım, akın kökünün formalaşdığını görürük. Akın sözü hansıdır? Dilimizdə çayın axması mənasına gələn akın sözü var və ya türklərdə kəşfiyyat mənasında, ön dəstələr mənasında akıncı sözü var və həmin akın sözündə ilk səsin düşməsi ilə genəlmə, genişlənmə sözünün kökünün olduğunu görürük. Rus dilində at mənasına gələn kon sözünün olduğunu görürük. Türk dilində su nəqliyyat vasitəsi kimi gəmi sözünün olduğunu görürük. İngilis dilində davam etmək mənasına gələn continue sözünün olduğunu görürük və həmin kon sözündə, gen sözündə, akın sözündə n-nın nıqlaşması ilə, sağır niyə çevrilməsi ilə biz sual işarəsi olan hangi sözünün yarandığını görürük. Daha sonra bu hangi də qının sılaşması ilə o hansı sözünə çevriləcək, hanı sözünə çevriləcək və eyni ilə həmin kan-da n-nın nıqlaşması ilə biz kank sözünün araba mənasına gəldiyini görürük. Hansı ki, Çin yazılarında kanklı, arabalı türklər mənasında işlənən sözün olduğunu görürük. Demək ki, biz türk dilində həm araba, həm kank formasında iki fərqli sözün araba mənasına gəldiyini gördük.